Bu cür qoğal hazırlamaq istəyənlər yaxın əyləşin. Reseptin dəqiq ölçülərini postun altında qeyd edəcəm. Əvvəlcə xəmirə əlavə etmək üçün yağı ərməyə qoyuram. Elə həmin yağa südü də əlavə edirəm ki, süd də yağın istiliyinə isinsin. Daha yağın soymasını gözləməyin. Xəmir üçün yumurtanın sarısı, qatıq duz, şəkər tozu, maya və kənarda yağlı süd qarışımına sar kök əlavə edib xəmirin üzərinə əlavə edirəm. Başlayıram xəmiri yoğurmağa. İçliyi bir gün öncədən hazırlamışdım. İçliyin də dəqiq ölçülərini postun altında qeyd edəcəm. Xəmiri qətiyyən acımağa qoymuruq. Əgər xəmirimiz acıyarsa, qoğalı bişirərkən qatları itər. 20 dəqiqə dincəlməyə yetərlidir ki, qoğalımızı hazırlayaq. Xəmirdən kündələr tuturuq. İlk kündədən başlayıb yuxaları açırıq. Yuxaları yağlayacağımız masanın üzərinə yerləşdirib, kənarlarından dartıb çalışıram, 4 bucaq forması verəm. Daha sonra üzərini yağlayıram, ikinci qatı da yayıb əlimlə bacardığım qədər dartıb, sonra digər xəmirin üzərinə yerləşdirirəm və yağlayıram. Diqqət etməli olduğumuz məqamlardan biri də budur ki, yuxalarımız nə qədər nazik olarsa, qoğalımız o qədər gözəl alınır. Yuxaların hər birini eyni qayda ilə dartıb yağladıqdan sonra qoğalları kəsirik. Rulet kimi bükürüb, videodakı kimi xəmirin içindən oyuq açıb, içlik yerləşdirib, bək bağlayıb, əlimizlə yasladıb, tərs çeviririk və soba listinə yerləşdiririk. Soba listinə yerləşdirdikdən sonra 5 dəqiqə gözləyirik, daha sonra isə üzərinə yumurta çəkib, çörək otu səpib, bişməyə yollayırıq. Hazırlayacaq olan hər kəsə nuş olsun.